Ben üzr istəyirəm, bizim qonağımız qoşulub efirə. Söz üzr istəyirəm, biz burada bulun saxlayaq, qonağımızı gözlətməyək, qonağımızı yola verək. Ondan sonra bu mövzuya qayıdacaq. Zaman bəy, xoş gördük sizi. Xoş gördük Qurban bəy, axşamınız xeyir olsun, sizi salamlayıram və Axırat çıxır. Zaman bəy, ben üzr istəyirəm, mən geç gördüm, o rejissorumuz indi dedi. buyurun. Sizin bir video çıxışınız var, onu verim sonra davam edək, yoxsa siz danışarsınız sonra onu verək? Yox, danışaram sonra məsləhət olar, verərsiniz. Buyurun. Yəni, Hansı mövzuya bağlı qoşuldunuz? Necə Qurban bəy? Hansı mövzu ilə bağlı qoşulmuşsunuz? Bu deyin, tamaşaçı bilsin. Yəni bir neçə gün bundan öncə müzakirəsi aparılan, bu Türkiyədəki baş verən hadisələrlə bağlı Azərbaycan ümumiyyətlə bu məsələlərə necə münasibət göstərməlidir və sosial şəbəkələrdə bu məsələnin çox geniş və ziddiyyətli müzakirəsi ki var idi. Bununla bağlı mən öz fikirlərimi bildirmək istəyirdim. İlk öncə bütün Azərfredon tamaşaçılarını salamlayıram, mənə doğma olan, əziz olan, illərlə bir yerdə olduğumuz tamaşaçılardır. Sağ olsunlar, onlar məni də izləyirlər sosial şəbəkələrdə. Və bu məsələ ilə bağlı Qurban bəy, sizin xəbəriniz var ki, mən bir neçə məqalə, təhlil yazısı paylaşmışam və o təhlil yazısında da hər ikisində də deməli çoxlu müzakirələr olub, bu çox sevindirici haldır. İlk öncə bəzi şeyləri demək istəyirəm ki, bizim Azərbaycanda xüsusən siyasilər arasında və yaxud sadə ictimaiyyət arasında belə bir fikir formalaşıb ki, ümumiyyətlə Azərbaycanda insanlar Türkiyədə baş verən proseslərə münasibət göstərməməlidirlər. Çünki bu deyir ki, onların öz işidir, biz öz işimizlə məşğul olmalıyıq. Bəziləri bu argumentasiyalarını gücləndirmək üçün deyirlər ki, bizim ölkəmizdə bu qədər problem olduğu halda nəyə görə biz özümüzə umac ola bilməyib, başqasına ərişdə keçirik. Belə sözlər danışırlar. Bir neçə nöqtədən buna yanaşmaq istəyirəm. İlk öncə Türkiyə ilə Azərbaycan arasında olan münasibətin tarixi kökləri dünyada bəlkə də bənzəri olmayan, qaydada, bənzəri olmayan formada bir-birinə çox yaxın olan ümumi tarix şuuru var. Biz bilirik ki, bugünkü Anadolu torpaqlarında qurulan istər Səlcuqlar, istərsə Osmanlı dövləti, xüsusən Səlcuqların əsası Oğuz türkləridir ki, Oğuz türklərinin bir qismi Azərbaycanda qaldı, bir qismi isə Anadolu torpaqlarına keçərək orada Anadolu Səlcuqlu dövlətini qurdular. Biz eyni millətdir. Bizi ayırmağa çalışan çoxlu tarixi səbəblər yaradılsa belə ki, bu tarixi səbəblər bildiyiniz kimi həm Çar Rusiyası dönəmində, həmçinin ondan sonra Sovet dönəmində bizi nə qədər bir-birimizdən uzaqlaşdırmağa çalışsalar da, amma tarix şuurunu heç cür pozmaq mümkün deyil. Türkiyənin dərdi bizim dərdimizdir, sevinci bizim sevincimizdir. Bu bir məsələ. İkinci bir məsələ, biz 20-ci əsrin əvvəllərində, 19-cu əsrin sonlarından baxsaq, Azərbaycanda bilirsiniz ki, Çar Rusiyası dönəmində siyasət yasağı var idi. Azərbaycan türkləri üçün siyasət yasağı var idi. Bu siyasət yasağı bilirsiniz ki, burada, məsəl üçün, qəzetlərin, hətta Həsən bəy Zərdabi qəzet çıxardığı zaman bilirsiniz ki, nə qədər böyük maneələrlə üzləşmişdi. Bunun səbəbi nə idi? Azərbaycan türklərinin siyasiləşməsini əsla istəmirlər. Ermənilərə, gürcülərə hər cür şərait yaradıldığı halda, partiyalar yaratdıqları halda Azərbaycan türkləri üçün belə bir avantaj yox idi. Və belə olan halda Azərbaycanda barmaqla sayılacaq sayda ziyalılar ki var idi, onlar öz siyasi istəklərini və yaxud siyasi düşüncələrini Türkiyə üzərindən reallaşdırırlar. Məsələn, buna çoxlu misal vermək olar. Ən əsas misal isə bilirik ki, Türkiyədə istər Gənc Türklər Hərəkatı olsun, istər ondan sonra İttihat və Tərəqqi Partisi olsun, istər Cümhuriyyət dönəminin qurucuları olsun, bunların hamısı Ziya Göyabla bərabər, Namiq Kəmalla bərabər, eləcə də Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, eləcə də Məmməd Əmin Rəsulzadənin fəaliyyətlərinin məntiqi nəticəsidir. Azərbaycan siyasətində olan, hələ o dövrdən bəri siyasi fiqurları özlərini Türkiyə siyasətində təsdiq ediblər. Və bu Cümhuriyyət dönəmində də bunun çoxlu misalları var. Azərbaycandan gedən siyasi mühacirlər Türkiyədə çox aktiv siyasətlə məşğul olublar. Hətta bir şey deyim ki, Türkiyənin özündə Türk milli kimliyi uğrunda aparılan dava ki vardı. Bu məsələdə Azərbaycan türkləri Türkiyə türklərindən daha aktiv olublar həmişə. Bu da bir faktdır. Bu faktı heç bir halda göz ardı etmək olmaz. Deməli, bu da məsələnin ikinci bir tərəfi. Üçüncü bir tərəfi nədir? Biz bilirik ki, bugün bizim ölkəmizdə bir çox insanlar hansısa səbəbdə, aktiv siyasətlə
məşğul ola bilmirlər. Ona görə də ölkədə baş verən proseslərə suskun qalan, loyal qalan kütlə vardır ki, onlar Türkiyədə baş verən proseslərə dərhal münasibət göstərirlər. Sanki içlərindəki o siyasət istəyi ki vardır, onunla nə edirlər? Yəni o istəyi onunla deməli balanslaşdırırlar. Yəni bu mənada biz məsələlərə çox obyektiv baxmalıyıq. Yəni bu obyektiv səbəblərdir. İkinci bir məsələni demək istəyirəm ki, deməli bəzi arqumentlərindən biri də budur ki, nəyə görə misal üçün Türkiyə dövləti, Türkiyə hakimiyyəti, xüsusən Erdoğan hakimiyyəti illər ərzində Azərbaycanda siyasi deməli gündəmə heç bir formada müdaxilə etməyiblər, müxalifətə dəstək verməyiblər, bunu etməyiblər, onu etməyiblər. Sanki bunu da onun bir nöqsanı olaraq çatdırmağa çalışdılar. Vallahi mən bu sözləri deyən adamların siyasi savadına şübhə edirəm. Ona görə ki, siz Qurban bəy də dəfələrlə bunu qeyd edirsiniz ki, ümumiyyətlə dövlətlər arasındakı münasibətlər belə şəxsi emosional fikirlər üzərində qurulmur. Yəni bu ola bilər ki, məsələn bu kimsə bunu qəzetlərdə və yaxud sosial şəbəkələrdə söz xatirinə yaza bilərlər, amma yəni ciddi siyasətlə məşğul adamlar bilirlər ki, dövlətlər arasındakı münasibətlər şəxslərdən ibarət deyil. Bu dövlətlərin taleyi vardır, bu dövlətlərin özlərinin siyasətləri vardır. Və mən bununla bağlı bugün sosial şəbəkədə bir dostumuz da bununla yazanda ona cavab olaraq yazdım ki, deyək ki, Erdoğan diktatordur, avtoritar bir üsul idarəsi qurub, digəri də demokratları götürür. Nəyə görə misal üçün Saakashvili, dünyanın ən böyük demokratlarından biri olan Saakashvili hakimiyyətə gələndə Azərbaycan müxalifətinə əməkdaşlıq eləmədi? Nəyə görə Zelenski Azərbaycan müxalifətinə əməkdaşlıq eləmir? Əgər arqument, yəni sırf bir adamın avtoritar, diktator və ya demokrat olmasına görədirsə, buna görə bu arqument gətirilirsə, bu çürük bir argumentdir. Yəni dünyada belə bir proses, belə bir presedent yoxdur. Ona görə də yəni insanlar bir qədər məsələlər barəsində yəni ciddi danışmalıdırlar. Yəni bu qeyri-ciddi söhbətlərdir. Zaman bəy, sadəcə olaraq bəzi adamlar indi sıravi insanları bu şeyə görə qınamaq olmaz. Sadəcə təəccüblü oldu ki, Azərbaycanda özünü siyasətçi adlandıran, hətta bizim xalq parlamentinin sıralarında da belələri var, peyda olublar təzə-təzə. Bunlar bu adi elementar, beynəlxalq belə deyək də təcrübəni ya bilmirlər, ya nəzərə almırlar. Zorla dirəşiblər ki, nəyə görə Erdoğan gəlir bizim əvəzimizdən İlham Əliyevi yıxmır. Dostlar, Zaman bəyin buradan dediyini bir daha istəyirəm, mən də təkrarlayam. Dəfədən demişəm mən bu efirdə. Dövlətlər arası münasibətlərdə bu şey qəbul olunmur ki, bir dövlətin başçısı diktator olsa da, demokrat olsa da, başqa bir dövlətin daxilində müxalifətlə əlaqə saxlasın, ona dəstək versin. Dərhal nota, əlaqəra kəsərlər, persona non grata, o səfirin qovala, iti qovan kimi qutadı getdi. Bəli, belədir, tamamilə doğrudur, belədir. Deməli, üçüncü bir məsələ haqqında danışmaq istəyirəm ki, ümumiyyətlə, yəni siyasətlə, xüsusən yəni siyasət elmi ilə məşğul olan adamlar, yəni biz buna indi geopolitika hansısa formada da deyə biləriksə, geopolitika ilə məşğul olan adamlar bəzi faktlar var ki, bunları bilməlidirlər. Ki, bugün dünyada bu proseslərin başlama səbəbləri nədir? Yəni, siyasətdə təsadüf olmur. Bunu hamı bilməlidir ki, siyasətdə təsadüf olmur. Hər şey ölçülüb, biçilmiş bir şəkildə olur. Yəni, spontan baş verəcək hansısa bir məsələlər var ki, onlar da tarixdə özünə siyasi status qazana bilmir. Yəni, görsə o qədər spontan hərəkətlər var ki, bir müddətdən sonra sönüb gedir. Məsələn, hansısa bax ki, üsyan cəhdləri, inqilab cəhdləri. Məsələ bu deyil. Məsələ nədir? Məsələ budur ki, artıq bu, deməli, istər Donald Trump'ın hakimiyyətə gəlməsi ilə başlayan ki, böyük bir proses var. Bu proses dünyada bir çox dəngələri dəyişdi. Xüsusən, yəni, dövlətlərin bir-birinə baxışını, münasibətini 1945-ci ildən sonra deməli qurulmuş müəyyən bir dəngə ki var idi. O dəngə dəyişdi. Ümumiyyətlə, dünyadakı qlobalistlərin dünya ilə bağlı fikirləri ki var idi, bu tamamilə kökündən dəyişdi. Yeni dünya düzəni qurulmağa başladı. Bunun da bir çox səbəbləri var. Nəyə görə? Yəni biz bunun üçün ilk öncə, yəni geopolitika deyilən elm ki vardır, bu elmə deməli yanaşmalıyıq bununla bağlı ki, yəni bu elm bu məsələlərlə bağlı nə deyir? Bax, bir neçə fakt deyəcəm. Deməli 1870-71-ci ildə Prusiyanın və Avstriya-Macarıstanın ümumilikdə böyük Alman imperiyasında birləşdirən Otto von Bismarck'ın
nəzəriyyəsi nədən ibarətdir və yaxud o dövrki Alman deməli geopolitiklərinin nəzəriyyəsi nə idi? Almaniya gedişmiş xalqlardan, gedişmiş millətlərdən sayılırdı. Çünki Almaniya birləşənə qədər artıq dünya İngilislər tərəfindən, fransızlar tərəfindən və bir qismində Çar Rusiyası tərəfindən işğal olunmuşdu. Ona görə də Almanlar gedişmələrindən əvəzini çıxmaqdan ötürü çox ciddi şəkildə inkişaf eləməyə başladılar, elmi-texniki inkişaf başladı və Birinci Dünya müharibəsinə qədər 2-ci Wilhelmin zamanında Almaniya çox güclü bir dövlətə çevrildi. Almaniya dünyanın bu şəkildə bölüşdürülməsindən narazı idi. Ona görə də Birinci Dünya müharibəsi başladı. Və nəticə nə oldu? O zaman hadisələrə, demək baş verən Birinci Dünya müharibəsinə, müharibədəki hadisələrə aktiv müdaxilə, sonuzdakı aktiv müdaxilə edən Amerika Birləşmiş Ştatları qədim qitə olan Avropanın Almanların əlinə keçməsi ilə böyük bir imperiyanın yaranmasının qarşısını aldı. Və beləliklə Almaniya məğlub edildi. Və Almaniya məğlub edildikdən sonra dünya bir neçə dövlət tərəfindən bölüşdürüldü. Xüsusən yəni Amerika və İngiltərə və Fransa tərəfindən bölüşdürüldü. Və bu proses İkinci Dünya müharibəsinə doğru getdikcə 30-cu illərin əvvəllərində yenə də Almanlar bununla razılaşmadılar. Təbii ki, bu məsələdə 33-cü ildə Hitlerin hakimiyyətə gəlməsində Amerikanın böyük rolu var idi. Məqsəd nə idi? Məqsəd günü-gündən güclənən Sovet Rusiyası ki vardı, Sovet Rusiyasının ekspansiv siyasətinin qarşısını almaq. Ona görə də Almanlara da onlar dəstək verdilər və orada iqtisadi sıçrayış deyirdilər ona. Almaniyanın iqtisadi sıçrayışı. 33-cü ildən 41-ci ilə qədər Alman ordusunun sayı 4,4 milyon nəfərə çatdı. Və o qədər böyük sürətlə inkişaf elədilər ki, və o zaman Amerikalılar gözləyirdilər ki, Almanlar SSR-ni məğlub edəcəklər. Xüsusən ki, o ildırım sürətli müharibə planı var idi. 42-ci Stalingrad dönüşündən sonra artıq məlum oldu ki, Almanlar müharibədə məğlub olacaq. Almaniya dərhal öz saflarını dəyişdirdi və SSR ilə müttəfiqliyə keçdi. Və 43-cü il deməli Tehran konferansında, 44-cü il Potsdam konferansında ikinci cəbhənin açılması ilə deməli yeni siyasət, yeni dünya düzəninin təməlləri atıldı. Və yeni dünya düzəninin təməlləri iki qütb dövlət tərəfindən, Amerika və Rusiya tərəfindən dünyanın bölüşdürülməsi planı oldu. Biz bilirik ki, 45-ci ildən sonra ki, deməli, İkinci Dünya müharibəsi ilə bağlı o şey ki vardı, dünyanın bölüşdürülməsi nəzəriyyəsi ki vardı və bunun sonucunda böyük Birləşmiş Millətlər Təşkilatı quruldu və Birləşmiş Millətlər Təşkilatı qurulduğu zaman Amerika bəzi dövlətlərin, xüsusən deməli Çinin, Sovet Rusiyasının, İngiltərənin, Fransanın BMT-nin Təhlükəsizlik Şurasına qəbul olunması ilə yeni dünya düzənini müəyyənləşdirdilər. Bu prosesdən kənarda kim qaldı? Almaniya. Almaniya silahsızlaşdırıldı və kütləvi silahlardan məhrum edildi. Həmçinin Yaponiya. Yaponiya çünki bir ada dövləti olmaqla Yaxın Şərqin ən deməli iddialı dövlətlərindən biri idi. Amerika Yaponiyanı da məğlub etməklə həmçinin Çinin qarşısını açdı. Amma bu proses bir müddətdən sonra Amerikanın əleyhinə işlədikdə Amerika nə etdi? O zaman dünyanı konkret olaraq iki hissəyə böldü və Yaponiyanı öz nəzarətinə aldı, Almaniyanı öz nəzarətinə aldı və beləliklə Amerika Birləşmiş Ştatları imperiyasının hakimiyyəti davam etdi. Və bu nəticədə Sovet Rusiyasını dağıtdı. Bunun nəticəsində Sovet Rusiyası dağıtdı. Və iki deməli nəzəriyyə ki vardır. Bunlar Mackinderin və Speikmanin nəzəriyyəsidir ki, bu deməli Heartland və Rimland nəzəriyyəsidir ki, Heartland yəni əsas mərkəz torpaq üzərindəki hakimiyyət, yəni dünyanın mərkəzi haradır məsələsi və Rimland isə kənar torpaqlar nəzəriyyəsi. Kənar torpaqlar nəzəriyyəsi yəni hər zaman dünya dövlətləri üçün çox cəlbedici bir nəzəriyyə olub. Xüsusən də ki, misal üçün buna Yaponiyanı, Çini, deməli Böyük Britaniyanı və həmçinin Cənub-Şərqi Asiya ölkələrini, eləcə də Ərəbistan yarımadası və Avropanın Qərbi Avropa hissəsi ki vardı, bunlar həmişə Rimland nəzəriyyəsi üzərindən dünya sahibliyinə, ağalığına can atıblar. Lakin Rusiyanın böyük torpaq sahəsi Rusiyanın əlində olduğu üçün Rusiya hər zaman Heartland nəzəriyyəsini müdafiə edib. Və bu şeylərin nəticəsində, yəni bu iki nəzəriyyə arasındakı savaş Soyuq müharibə dövründə hər ikisi çökdü. Bunun çoxlu səbəbləri var. Birincisi, artıq elm və texnikanın inkişaf eləməsi, deməli, dövlətlər arasındakı fiziki sərhədlərin artıq informasiya sərhədləri ilə əvəz olunması, elmi texniki sərhədlərlə əvəz olunması bu iki nəzəriyyəni çökdürdü və ortalığa Zbigniew Brzezinskinin nəzəriyyəsi gəldi. Bugün dünya həmin nəzəriyyəyə görə bölünməyə gedir. Yəni, dünyada biz Amerika niyə belə eləyir, Trump niyə belə eləyir, insanlar sual verirlər də çox zaman ki, Trump niyə belə eləyir, Trump niyə biz Qrenlandiyanı işğal eləmək istəyir və yaxud bax ki, Kanadanı işğal eləmək istəyir və yaxud niyə görə Amerika özünün ənənəvi siyasətindən geriyə çəkilib,
Rusiya bu gün meydan açır. Bunun çoxlu səbəbləri var və bu cür belə deməli təhlükəli bir məqamda ki, dünya çox təhlükəli bir fazaya daxil olub. İkinci dərəcəli ölkələr ki vardır ki, onlar hər zaman dünyanın əsas güclərinə çevrilməyə can atan dövlətlər var. Bunların başında Türkiyə gəlir, bunların başında Braziliya gəlir, eləcə də İran var burada, həmçinin Saudiya Ərəbistanı var və bir neçə belə dövlət ki var. O dövlətlərin başında zəif xarakterli dövlət başlarının olması lazımdır ki, bu siyasət həyata keçsin. Və Türkiyədə baş verən prosesləri məhz bunun üzərindən oxumaq lazımdır. Çünki biz Türkiyə tarixinə baxsaq görərik ki, Mustafa Kemal'dan bəri, Mustafa Kemal Atatürk'dən bəri Türkiyə tarixində heç bir xarizmatik bir siyasətçi, bir dövlət başçısı olmayıb. Adicə bir misalını verim ki, Adnan Menderes'in 1960-cı ildə həbs olunub, 61-ci ildə edam olunması ki vardı. Adnan Menderes niyə edam olundu? Onun edam olunmasını CHP nəyə görə təşkil elədi? CHP nə üçün onun edam olunmasına bu qədər cəhd göstərirdi? Birisi məsələ nədir? Adnan Menderes deməli iqtisadiyyatın milliləşdirilməsi proqramını ortalığa qoymuşdu. Adnan Menderes Osmanlının mirası ki var idi, onlara sahiblənmək proqramı ortalığa qoymuşdu. Hətta burasına qədər ki, Sultan Vahdəddinin qızı Ayşə deməli Sultan və həmçinin onun deməli yoldaşı, həyat yoldaşı Şəfiqə Sultanın deməli Fransada çamaşırxanada işləmələrini eşidib bundan çox-çox pərişan olur, gedir orada və bundan ötürü ağlayır Adnan Menderes ki, yəni biz millət olaraq nə günə qaldıq ki, bugün bizim anamız fransızın çikli paltarını yuyur. Və oradan Cəlal Bayara məktub yazaraq ya o adamların geriyə qaytarılması üçün əfv fərmanının çıxarılması ya da ki istifa verəcəyini bildirir və nəticə etibarilə onların Türkiyə qayıtmasını təmin edir. Yəni Adnan Menderes'in üzərində olan ittihamlardan biri də bu idi. Yəni Osmanlı ruhunu dirçəltmək. Eləcə də deməli bilirsiniz ki, İsmət İnönü zamanından bəri azan orada ərəbcə deyil, türkcə verilirdi azan minbərlərdə. Adnan Menderes azanı əslinə qaytardı. Bu da Adnan Menderes'e qarşı çox ciddi deməli ittihamlara səbəb oldu. Və o edam olundu. Və o tarixdən bəri biz baxsaq, deməli 1960-cı il 27 may darbəsidir bu. O darbədən bəri Türkiyə nə qədər darbələr görüb. Türkiyədə istənilən hakimiyyəti, istənilən hökuməti devirmək üçün kifayət idi bir dənə TÜSİAD adlı oradakı bir təşkilat var idi. Onun münasibəti kifayət idi. Və yaxud da ki, generalların, xuntası generalların hərəkətə keçməsi kifayət idi ki, hakimiyyət böhranı baş versin, deməli hökumət devrilsin. Və Rəcəb Tayyip Erdoğan hakimiyyətə gəldikdən sonra, 2002-ci ildə hakimiyyətə gəldikdən sonra, təbii ki, o siyasətin ustasıdır. Yəni bunu Azərbaycan insanı bunu anlamalıdır. Rəcəb Tayyip Erdoğan 21-ci əsrdə dünya siyasət tarixində ən mükəmməl, ən dahi siyasətçilərdən biridir. Ölkədə problemlər var, kifayət qədər problem var, iqtisadi problemlər var, xalqla bağlı problemlər var, siyasətlə bağlı problemlər var. Bunlar hamısı aydın məsələlərdir. Kimsə bunları da dəstəkləmir. Amma biz bugün Azərbaycanda olan insanlar biz başa düşürük ki, əgər Türkiyədə bugün zəif bir dövlət olmuş olsa, Azərbaycan yenə də necə ki 1920-ci ildə Azərbaycan işğal olundu. Bunun səbəbi nə idi? Osmanlı dövlətinin zəifləməsi, Osmanlı dövlətinin artıq süqut etmə üzərində olması və yeni qurulan Ankara hökumətinin ise zəifliyi və Sovet Rusiyasının şantajları qarşısında dura bilməməsi. Bunun səbəbi ilə Azərbaycan Xalq Cumhuriyyəti işğal olundu. Və biz görürük ki, hətta misal üçün 91-ci ildən sonra Azərbaycan müstəqillik əldə etdikdən sonra heç vaxt Azərbaycan siyasətinə Türkiyə dövlət olaraq aktiv müdaxilə edə bilməyib. Azərbaycan Ermənistanla savaşıb, Ermənistanla savaşında Türkiyə bizə lazımi bir dəstək verə bilməyib. Bunun çoxlu səbəbləri var. Amma lakin Rəcəb Tayyip Erdoğan hakimiyyətə gəldikdən sonra xüsusən Azərbaycan siyasəti ilə bağlı onun apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyaya bir böyük, yəni güclü bir dövlət kimi, müstəqil bir dövlət kimi addımlarını atmağa başladı. Və bunun nəticəsində Azərbaycan 44 günlük müharibədə özünü yalnız hiss eləmədi. Çünki müharibələr tək silahın gücü ilə edilmir. Dünyada o qədər dövlətlər var ki, silahları var, lakin dövlət olaraq zəif dövlətlər. Misal üçün adi bir misal verin. Pakistanın əlində nüvə silahı olduğu halda Pakistan dünya gücü deyil. Yəni bunu anlamaq lazımdır. Halbuki biz bilirik ki, Pakistandan qat-qat silah baxımından zəif ölkələr var ki, bu günləri dünya siyasətinə müdaxilə edirlər. Və Türkiyənin yerləşdiyi region elə bir regiondur ki, yeni dünya düzəni
bayaq dediyim o Heartland nəzəriyyəsi ki vardır. Yeni dünya düzəninin məhz Anadolu torpaqları üzərində qurulacağı artıq məlumdur. Bu illər bundan öncə artıq yazılmış məsələlərdir. Hətta bir şey deyim ki, Türkiyənin keçmiş Xarici İşlər Naziri Əhməd Davutoğlu'nun bir məşhur bir kitabı var. Stratejik Dərinlik adlı bir kitabdır. Çox məşhur kitabdır onun. O vəzifəyə gəlməzdən öncə yazmışdır o kitabı. Hətta o kitabın yeni Osmanlılıq nəzəriyyəsi üçün yazılmış bir kitab olduğunu da yəni zamanında deyirlər. O kitabda o Güneydoğu Anadolu'nun və Şam torpaqlarının indiki Hələb qırsalı ki vardır. O torpaqların həm tarixi, həm siyasi, həm iqtisadi, həm də ideoloji əsasları barəsində çox ciddi arqumentlər qoyub ortalığa. O torpaqlar elə bir torpaqlardır ki, o torpaqlarda iki mədəniyyət kəsişir. Ən azından Şərq və Qərb mədəniyyəti kəsilir. O torpaqlarda iki sivilizasiya kəsilir. Yəni İslam və Xristian sivilizasiyası kəsilir. O torpaqlarda iki tarix kəsilir. Antik dünya, köhnə dünya və yeni dünya. Və həmçinin orada dünyanın, belə deyim, yəni Avropanın, sivil Avropa ilə qaranlıq Şərqin kəsişdiyi nöqtələrdən biridir bu nöqtələr. Ona görə də daim, hətta biz baxsaq Makedoniya İskəndərdən bəri bütün dünya fatihləri dünya turuna çıxdıqları zaman onların ilk dayanacaq nöqtəsi məhz Anadolu torpaqları olub. Anadolunu əldə edən kəs dünyaya hökm edib. Ona görə də bugün deməli Yahudilərin, İsrailin deməli ortaya qoyduğu Ardı Məvdud adlı ki bir şey ki vardır, proje ki vardır, vəd olunmuş torpaqlar projesi. Nil çayından ta ki yəni deməli Dəzlə Fərat çayına qədər bütün o sahəni əhatə edən və Türkiyənin də bir hissəsini əhatə edən böyük torpaqlar ki vardır. Bunu həyata keçirtmək üçün deməli bir Kürd dövlətinin yaranması, bu nəzəriyyələr var idi. Bunun qarşılığında bugün biz anlamalıyıq ki, region atəş çəmbərinə döndüyü halda orada hansısa zəif, xüsusən kosmopolit düşüncəli dövlət başçılarının, dövlət idarə edən partiyaların olması Türkiyənin gələcəyi üçün böyük təhlükədir. Bugün Türkiyədə mühafizəkarlığın bugün üçün vacib olduğu bax bu şeylərdən açıq-aydın ortalığa çıxır. Əgər mühafizəkarlıq olmasa ki, bax biz bunu 2016-cı il 15 Təmmuz darbəsindən sonra Millətçi Hərəkat Partisinin Cümhur İttifaqında AKP-yə dəstək verməsində biz bunu gördük. Biz bunu gördük ki, məhz onlar da bu həqiqəti anladılar, başa düşdülər ki, bugün siyasi müxalifət olmanın, Türkiyə dövlətinə siyasi müxalifət olmanın acı nəticələri var. Yəni bu artıq Erdoğan müxalifəti deyil, bu Türkiyə dövlətinə qarşı müxalifətdir. Və necə olur ki, bax mən bunu öz yazımda da paylaşmışam ki, 2013-cü ildə Gəzi Parkı hadisələrində divarlara yazılan şüarlar var idi. O şüarları gedin oxuyun, görəcəksiniz ki, o deməli mitingləri eləyənlər, o üsyanı eləyənlərin məqsədləri nədir? Orada yazmışlar, ODTÜ ki vardır, deməli Orta Doğu Texnik Universitetinin qarşısında ki bilirsiniz ki Türkiyədə ən böyük universitetlərdən, məşhur universitetlərdən biridir. Onun qarşısında yazılmışdı ki, zülm 1453-də başladı. Yəni 1453 nə idi? İstanbulun Sultan Mehmet Fatih tərəfindən fəth olunması ilə. Yəni bunu yazan Yunan cozuqlarıdır. Bunu yazan Yunan təfəkkürlü olan adamlardır. Türkiyənin deməli demoqrafik yapısı çox qarışıqdır. Orada xüsusən 40-cı illərdən sonra İsmət İnönü zamanında bir çox Türkiyə kimliyi almış qeyri-millətlər var. Adları eyni adlardır, Əhməddir, Məhməddir. Lakin milləti isə tamamilə fərqlidir. Ya Yunandır, ya Yahudidir. Bu cür adamlar bugün Türkiyə siyasətində aktiv iştirak edirlər. Bu cür adamlar Türkiyə iqtisadiyyatını etkiləyəcək adamlardır. Ona görə də Türkiyədə 2013-cü Gəzi Parkı hadisələrindən dərhal sonra Türkiyədə ilk dəfə lirənin ucuzlaşması prosesi başladı. Və bu prosesin davamı olaraq bugünə qədər lirə ucuzlaşmağa davam edir. Türkiyə iqtisadiyyatı bundan çox ağır bir hasar gördü. Bax bunu biz başa düşməliyik. Mən ona görə yəni bu efirə çıxmağımın da səbəbi bu idi ki, əslində burada bizim dostlarımız, hörmət etdiyimiz insanlar var, danışırlar hansısa məsələləri, yəni məsələni Erdoğanın avtoritarlaşmasına gətirirlər filan elə. Bunlar tamamilə yəni bunlar hər kəs bilir bunları. Yəni tutaq ki, bu günləri adi bir misal verim. Necə olur ki, Əkrəm İmamoğlu'nun həbs olunmasına bu dərəcədə reaksiya verən adamlar Fransada prezidentliyə əsas namizəd sağçıların lideri olan Marine Le Pen'in deməli həbs olunmasına təpki göstərmirlər. Əksinə deyirlər? Deyirlər ki, Putinin adamını həbs etdirdirlər. Buna alqış edirlər. Alqış edirlər buna görə. Çox qəribə bir məntiqdir. Yəni necə ola bilər ki, yəni əgər söhbət burada siyasi mübarizədən gedirsə, onlar da siyasi mübarizə aparırlar. Fransada demokratiyanın olmasına kimsə şübhə edir? Yox, şübhə eləmir. Hamı bilir ki, bəli, orada seçilən prezident qutularda seçilir.
Yaxşı belədirsə, hakimiyyətə real namizəd olan bir adamın seçki öncəsində həbs olunmasının səbəbi nədir? Yəni hər bir arqumentin əks arqumenti var. Yəni tərs məntiq deyilən bir şey var. Ona görə də doğru olan nədir? Bugün Əkrəm İmamoğlu ilə bağlı Türkiyə savcılığının o çıxardığı qərar ki vardır, bunu gözləməkdir. Məhkəməni gözləməkdir ki, məhkəmə onun haqqında hansı hökm verəcək. Haqqında ciddi şəkildə iddialar var. Və bunu bilmək lazımdır ki, Türkiyədə məhkəmələr müstəqildir. Türkiyə məhkəmələri müstəqildir. Və əgər müstəqil olmamış olsaydı və Türkiyədə avtoritarizm, diktator olmuş olsaydı, indi özləri 2,2 milyon insan deyirlər, Maltepe'də yığışmışlar. O qədər insan oraya yığışa bilməzlər. Onların içərisində kifayət qədər provokatorlar var idi. Yəni açıq-aşkar orada Erdoğanın dünyasını dəyişmiş anasına belə söydülər. O söyləyən adamlar həbs olundular. Yəni hətta Özgür Özel bunun nə boyda böyük bir deməli vəbal olduğunu anlayıb canlı yayında bununla bağlı dedi ki, mən üzr istəyirəm buna görə. Onun annesi bizim annemizdir dedi. Yəni başa düşdü ki, bu artıq böyük bir məsələdir. Çünki Türkiyədə siyasətçilərin bir siyasət əxlaqı məsələsi var. Əsla və əsla müqəddəsat olan şeylərə toxunmaq olmaz. Ona görə də Azərbaycanda olan dostlarımıza bir şey demək istəyirəm ki, bizim üçün Azərbaycan dövlətinin varlığı, Azərbaycan dövlətinin hansı səviyyə gəlib çatması bizim üçün çox önəmlidir. Çünki Qafqazda, Güney Qafqazda Azərbaycan bir neçə dəfə, yəni xüsusən 20-ci əsrdə bir neçə dəfə dövlət olub və dövlət olmağa cəhd edib, bunun üçün siyasi mübarizə aparıb, xüsusən də məsələn Güney Azərbaycanda da. Amma görürsə Güney Azərbaycanda 4 dəfə müstəqil dövlət qurmaq üçün cəhd edib və 4-ü də nə edib, uğursuzluğa düçar olub. Bunun çoxlu səbəbləri var. Çünki bu cür regionda, qarışıq bir regionda sən dövlət qurmaq istəyirsənsə mütləq sənin bir müttəfiqin olmalıdır. Azərbaycanın bugün yanında Türkiyə kimi bir müttəfiqi olmasa və 44 günlük savaşda deməli xatırlayırsınız Ünal Çevikgözün dediyi bir söz vardı. Ünal Çevikgöz CHP'nin deməli CHP başçısının yardımcısıydı, mavini idi. Deyirdi ki, maalesef ki Türkiye Azərbaycana silah yardım etdi. Yəni bunu nə tez unutdunuz? Onlar dedilər ki, bu propagandanı aparırdılar ki, güya xaricdən Azərbaycan dövləti terroristləri gətirib yerləşdirib Azərbaycan Ermənistan sərhədinə. Yəni bunu deyən adamlar var. Kemal Kılıçdaroğlu'nun o projesiyle, o İpək yolu projesiyle bağlı gösterdiği xəritə Azərbaycansız Türk yolu. Azərbaycansız Türk yolu. Yəni bunları nə tez unuttunuz? Yəni hər kəs bir arqument gətirə bilər. Yəni inanın ki, yəni bu siyasət o qədər böyük, o qədər qarışıq bir məsələdir ki, yəni istənilən adam öz yalanına belə arqument gətirə bilər. Yəni burada bir şey yoxdur. Məsələ nədir? Məsələ əlinizi ürəyinizə qoyun və görün Azərbaycanda insanların, sadə insanların Türkiyəyə və Erdoğana olan münasibətinə baxın. Yəni siyasət deməli mətbəxlərində hazırlanmış söhbətlərdən danışmıram. Düşün sıravi insanların içərisinə gedin, görün o insanların Türkiyə və Erdoğana olan münasibəti nədir? Ondan sonra da bunun üzərində siyasət qurmağa çalışın. Və çalışmayın ki, insanları beyinlərini bununla yuyasınız ki, güya dünyada böyük bir demokratik bir mühit var. Güya bu demokratik mühitdə də İmamoğlu xüsusi bir personadır və bütün dünya ondan ötürü ayağa qalxacaq. Vallahi mən sizə deyirəmsə, bir neçə müddətdən sonra bu adam unudulacaq. Türkiyədə belə şeylər çox olub. Unudulacaq. Ona görə unudulacaq ki, Türkiyədə sadə insanlar başa düşür ki, İstanbulda 2 dəfə İstanbul Böyükşəhər Bələdiyyə Başkanı seçilən Əkrəm İmamoğlu verdiyi vədlərin heç birisini yerinə yetirməyib. Metro devdə atılsa metro açılmayıb. Bir çox şeylər demişdi, heç birisini eləməyib. Və insanlar bunu sorğulayırlar. Və bəli, bu günləri Türkiyədə insanların yaşayışı vəziyyəti çətindir. Amma o çətinlik 2000-ci illərdəki çətinlik deyil. Yəni bu qədər insafsızlıq etmək olmaz. Bəli, Türkiyədə bu günlər Türkiyə böyük bir oyunun içindədir. Bu elə bir böyük bir oyundur ki, Türkiyənin hər zaman o xarici güclər tərəfindən köşəyə sıxışdırılması ehtimalı var. Bunun üçün bilirsiniz ki, bir neçə gün bundan öncə Trump'la görüşən bir deməli papaz vardı, Hristiyan papaz. Açıq-aşkar adam deyir ki, Trump'a deyir ki, İstanbul'u al. İstanbul'u al. Çünki deyir, o Konstantin'in şəhəridir və deyir, Konstantin o xaç ki vardı əlində göstərir, bu xaç deyir Konstantinin xaçıdır. O İsa Peyğəmbəri yuxuda gördü, İsa Peyğəmbər dedi, bu xaçı götür əlinə və get qələbə qazan. Və buna təşviq edir. Və biz bilirik ki, istər Hristiyanlığın dini mətnlərində, İslam dini mətnlərində kifayət qədər bu şeylər deyilib.
Yaxın Şərqlə bağlı, Anadolu torpaqları ilə bağlı və İstanbulla bağlı xüsusən yəni xüsusi deməli məsələlər var. Bu gün bunlar bunun üçün can atırlar. Necə ki vaxtilə İvan Grozny deməli Rusiyanı ki knyazlıqları birləşdirib Rusiya dövləti qurduğu zaman əsas hədəfinin İstanbul olduğunu deməli bəyan eləmişdi ki, onun bu siyasətini 1-ci Pyotr daha da böyütdü və Pyotr öz vəsiyyətnaməsində bunu açıq-aşkar göstərib. Nəyə görə? Çünki Rusiya özünü Bizansın varisi hesab edir və bütün deməli Ortodoks pravoslavlarının əsas deməli dövləti hesab edir özünü. Ona görə də orada deməli İstanbul pravoslavlığın mərkəzi idi, xüsusən Ayasofya. Və Ayasofyanın deməli muzeydən təzədən məscidə çevrilməsi, bu bilirsiniz nə boyda böyük bir tarixi bir hadisədir. Yəni bunu bəlkə də bunun əhəmiyyətini bəzi insanlar anlamaz, çünki bir çox adamlar var ki, xüsusən siyasətlə məşğul olan Azərbaycan müxalifətində də bunlar var ki, ümumiyyətlə onların din anlayışı çox aşağı səviyyədədir. Yəni onlar dinə, yəni molla ilə assosiasiya olunaraq baxırlar din məsələsinə. Halbuki din belə deyil. Yəni yaxın şərqi dinsiz təsəvvür etmək mümkün deyil. Və mən bunu hətta bir neçə siyasilərlə söhbətdə də demişəm ki, mən çox təəccüb edirəm ki, Azərbaycanda siyasətlə məşğul olan adamların heç birinin dini biliyi yoxdur. Dini biliyi yoxdur. Yəni dinin əsas mənbələrdən öyrənmək şeyləri yoxdur, avantajları yoxdur. Bu isə çox böyük bir nöqsandır. Ona görə nöqsandır ki, Azərbaycan bir müsəlman ölkəsidir. Yəni bizim etnik İslamla bağlılığımız var. İslam coğrafiyasının bir hissəsiyik biz. Bizim tariximiz böyük ölçüdə İslamla bağlıdır. Azərbaycanda İslam mədəniyyətinin böyük izləri var. Bu olduğu halda necə ola bilər ki, sən siyasətlə məşğul olasan, lakin İslam haqqında anlayışın olmasın. Yalnız Wikipedik məlumatların olsun. Və mən hətta bu dünən yazdığım deməli həmin o deməli təhlil yazısında da bildirmişdim ki, mən bunu bir neçə misalını verə bilərəm ki, bu qədər primitiv məsələlərdir ki bunlar. Bax ki, misal üçün yaxın şərqdə bir hansı bir məsələ baş verir. Baxırsan ki, yəni orada adamlar orada iştirak edən adamların adlarını belə düz yaza bilmirlər. Bu onu göstərir ki, mənbə olaraq Avropa qərb mənbələrindən götürürlər bunu. Çünki onlar əsl mənbələrdən bunu götürmüş olsaydılar, o zaman onların adlarını belə doğru deyərdilər. Orada çıxıb Cavlani Suriya müxalifətinin başında olan adam gedib Şamı ələ keçirdiblər. Biri Kolani yazır, biri Golani yazır, biri Julani yazır. Çünki heç birisi bunu mənbədən oxumayıb. Hamısı qərbdən hazırlanmış, İslamofob mənbələrdə hazırlanmış məlumatlardır. Nə bilim, çoxlu misallar verə bilərəm. Ona görə də yəni siyasətlə məşğul olmaq istəyən adam, xüsusən şərqlisənsə və sən müsəlman şərqində yaşayan birisisənsə, nə qədər istəsən ki, Avropalı olasan, sən Avropalı ola bilməyəcəksən. Çünki biz bunu Türkiyə misalında gördük. Türkiyə illərdir Avropa Birliyinə daxil olmaqdan ötürü nə qədər Türkiyə, nə bilim, üzərinə deməli şeylər qoyulub ki, bunları yerinə yetirginən, hamısını da yerinə yetirib ki, Türkiyəni bura qəbul eləmirlər. Çox dəhşətlidir ki, elə ölkələr var ki, Türkiyədən qat-qat aşağı ölkələrdir. Və hətta mən sizə deyərdim ki, Türkiyədə olan seçki mədəniyyəti bəlkə də dünyanın heç bir ölkəsində yoxdur. Bu olduğu halda Türkiyəni Avropa Birliyinə qəbul eləmirlər. Bunun səbəbi nədir? Acaba nədir bunun səbəbi? İslamofobiyadır. İslamofobiyadır. Bunun kökündə dayanan səbəb budur. Və biz bu günləri bunlara görə bu Avropada misal üçün müəyyən təfəkkürlü dövlətlər var ki, onlar heç vaxt səni öz ailələrinə qəbul eləməyəcəklər. Lakin sən istəməsən belə, sən şərq ailəsinə məxsussan. Sən öz ailəndən üz döndərib başqasının ailəsinə gedib sığınmaq istəyirsən, o da səni qəbul eləmir, qapılarını sənin üzvə bağlayırsa, bu biabırçılıqdır. Ona görə də doğru olan nədir? Öz ailənə sadiq ol. Öz ailənin içində ol nədir ki öncə. Biz İslam şərqində böyümüş insanlarıq. Bizim təfəkkürümüz İslam şərqi ilə birbaşa bağlıdır. Ona görə də burada siyasətlə, ciddi siyasətlə məşğul olmaq istəyən adamlar ilk öncə İslamın tarixi, İslamın bu torpaqlar və ümumiyyətlə qonşu torpaqlar üzərindəki mədəni təsiri, bunları ciddi öyrənməlidirlər. Bax, indi siz görürsünüz, Türkiyədə misal üçün belə bir şey var. Türkiyədə baxırsınız siyasətçilərin, xüsusən yəni Erdoğandan sonra artıq bir trend halına dönüb də, yəni ondan qabaq CHP və yaxud digər partilər heç nəinki oruç tutmaq, nəinki namaz qılmaq, cümlə namazına getmək, ümumiyyətlə heç dini söhbətləri belə heç vaxt ağızlarına almazlar, danışmazdılar. O vaxtda Kadir Misiroğlu bir şey dedi, Recep Tayyip Erdoğan deyir, hakimiyyətə gəldi, bunların hamısına deyir İslamı öyrədəcək və görəcəksiniz bir gün hamısı deyir, əsl müsəlman olduğu halda deyir, yarışa girəcəklər ki, əsl müsəlman mənəm. İndi baxın, yəni bugün CHP'nin prinsiplərinə taban-tabana zidd olduğu halda adamlar cümə namazına gedirlər, oruç tuturlar, namaz qılırlar. Bu nə deməkdir? Onlar da artıq başa düşüblər, anlayıblar ki, Türkiyədə siyasət yapmaq istəyən kəs İslamla öz arasında məsafə qoydusa, o heç vaxt uğur qazana bilməz. Və Azərbaycan da həmçinin belədir.
Azərbaycan da belədir. Ona görə də İslam haqqında olan o İslamofob fikirlərdən kənara dayanmaq lazımdır. Bir qədər obyektiv düşünmək lazımdır. Siyasət tamamilə obyektiv reallıqlara əsaslanan bir elmdir. Siyasət fantaziya deyil. Siyasət kiminsə arzu və istəklərinin belə deyim, təcəssüm etdirildiyi bir yer deyil. Yəni bunlar deyil. Siyasət ciddi bir elmdir və xüsusən yəni reallıqlara dayanan bir elmdir. Mən sözüm bu qədər Qurban bəy. Yəni nəsə başqa bir sözünüz varsa. Təşəkkürlər. Təşəkkürlər. Mən düzü Zaman bəy doymuram. Onun yerdə heç sual verib kəsmədim. Çox sağ olun, minnətdaram. Səni dinləməkdən mən doymuram. Tamaşaçılarımız da burada çoxlu iradlar bildirirlər mənə ki, sən nəyə görə mövzunu kəsdin, niyə belə elədin. Başqa bir isim də haqlı olaraq dedilər ki, yazırlar ki, bu mövzu böyük mövzudur, Zaman bəylə əlbət eləmək lazımdır. Başqa bir oponentlə bir yerdə ki, bu məsələ müzakirə olunsun. İnşallah bunu da eləyərik. Mən sizə minnətdaram. Çox sağ olun, var olun. Çox sağ olun, minnətdar Qurban bəy. Mən də bir daha tamaşaçılarımızın hamısını minnətdarlığımı bildirirəm. Səbr edib qulaq asdıqlarına görə var olun. Təşəkkürlər, sağ olun. Mən Azərbaycan Cümhuriyyəti adından Zaman bəyə xüsusi təşəkkürümü bildirirəm bu dəyərli söhbətə görə. Olduqca vacib idi, dostlar. Burada məni qınayanlar vardı, mən görürdüm, baxırdım ki, mövzunun adına uyğun, nə bilim, danışın, neyin. Mən xalqım üçün vacib olan məsələnin ardıcıllığını elə bilirəm bir düz tapıram. Bugün bizim xalqımız üçün Tələduz Xuramandan daha vacib mövzu Türkiyə ilə bağlı gedən bu müzakirələrdir. Cəmiyyətimizdə hələ də müəyyən dəyərlər oturuşmayıb. Deyil. Ona görə verilməyib bizə ki, elə ağzımıza gələn danışaq. Bəzən elə həqiqətlər var ki, bundan danışmamaq lazımdır, sadə susmaq lazımdır. Amma son zamanlar Türkiyə ilə bağlı, Türkiyədə baş verən hadisələrlə əlaqədar, şahsən bizim efirdə də, bizim dostlarımız da bəzən elə fikirlər irəli sürürlər ki, təbii ki, kəsi qınaya bilməzsən, deyə bilməz ki, danışma, ya danış. Hamı öz fikrini ifadə eləmədə azaddır. Amma bu fikir mən ifadə edirəm. Burada xalqıma, Türkiyə-Azərbaycan münasibətlərinə fayda varmı, yoxmu? Nələr ola bilər? Hansı təhlükələr bizi gözləyir? Bütün bu şeyləri nəzərə almadan danışanda nəticə ürəkçən olmur. Bu baxımdan Zaman bəyin bu söhbətinə hava su kimi nə ehtiyac vardır, dostlar? Hava su kimi. Kimin etirazı varsa Zaman bəyin arqumentlərinin əksinə mənə deyərsiniz, müraciət edərsiniz, mən Zaman bəylə danışaram. Növbəti bir verişimiz əsr eləyər ona.